Buket çayı yığılır. Buket yığılır əvvəl. Sonra altı da təmizlənir də. Bu çay təmizlənməsə koldan ikinci çay çıxmayacaq. Çayda 3 yığım olur, 3 yığım, 4 yığım olur. Yaxşı hava olanda, yağış olanda qəşəng çay olur. Hardasa mən 10 ildir bu sahədə işləyirəm. Şükür Allaha. İşləyirik, qazancımız buradan çıxır. Allah bərəkət versin. Şükür Allah. İşimizdən də məmnunuq. Astaranın yaşıl yamaclarında mövsümün ilk və ən bərəkətli dövrü başlayıb. Ölkənin baş çayçılıq rayonunda fermerlər və çaydərənlər sahələrdədir. May ayının ilk günlərində müşahidə edilən yağıntılı hava şəraiti yaşıl çayın yığım prosesini bir qədər gecikdirsə də, torpağın rütubət balansını artırmaqla çay kollarının məhsuldarlığına müsbət təsir göstərib. Artıq plantasiyalarda bütün zəruri agrotexniki tədbirlər, torpağın becərilməsi, kolları budanması və alaq otlarının təmizlənməsi uğurla başa çatıb. İndi növbə illərdir qorunan bu çayçılıq ənənəsinin ən şirin mərhələsinə yığıma gəlib. Əllə aparılan bu zəhmətli iş həm də yerli sakinlər üçün əsas qazanc mənbəyidir. Astara çayı həm daxili, həm də xarici bazarda özünə məxsus dadı və ətri ilə seçilir. 15 ildən çoxdur ki, bu təsərrüfatdan burada çalışıram. İşçi qüvvələrimi də cəlb eləmişəm. İndi hal-hazırda çay yığımı gedir. Çay yığımı da belə bir şeydir ki, bu qəşəng nə qədər tər yığılanda, nə qəşəng belə yaxşı yığılanda, nə qəşəng belə vaxtında yığılanda qəşəng keyfiyyətli də çay əldə eləmək olur. Çox köhnə bitkidir, çox illik bitkidir, mədəni bitkidir, çay qulluq tələb edir. Qulluq tələb edir. Nə qədər yaxşı qulluq edirsən, o qədər də yaxşı məhsul əldə edirsən. Dərəndən sonra becərmə işləri gedəcək. Becərmə işi də ki, bu kütan işidir, gübrə işidir, suvarmadır. Yığırıq, 1.30-dan götürürlər bizdən. Hər yığımda 3 tondan artıq çay yığırıq. 4 yığım olur, hər yığımda 3 tondan artıq çay yığılır. Bir həftədir başlanıb, bir 7-8 gündə çəkər belənçi. İnşallah qurtarar. İndi may ayında 1 hektar sahadan təxminən 3-4 ton, elə vaxt olur 4 ton yarım. Baxır da onun fəslə baxır, yəni havaya baxır. Bu çay da ki, istiliyi sevəndir bu. Yəni bu bitki istiliyi, bu subtropik zonanın, yəni tropik zonanındır bu. Bu istiliyi sevən bitkidir bu. Yəni istilik nə qədər olsa çayda o qədər də gözəl olur. Mütəxəssislərin sözlərinə görə, məhz may ayında yığılan ilk gənc yarpaqlar vegetasiya dövrünün başlanğıcı olduğu üçün daha yumşaq, aromatik və antioksidantlarla zəngindir. Ümumi çay plantasiyasının ərazisi 232 hektardır. Ərazidə kalxeda və hinçin sortları əkilmişdir. Yığım prosesi əsasən əllə gedir. Son zamanlar aqreqatlarla yığım aparılır. Azad sahələrdə yığım prosesi davam edir və bundan sonra da hardasa 10 gün davam eləyəcək. Ötən il bu sahələrdən 725 ton məhsul yığılmışdır. Emal müəssisələrinə göndərilmişdir. Fleş yarpaqlar səhər tezdən, yəni hətta gün çıxmamışdan yığılsa daha yaxşı olar. Yəni bunlar daha keyfiyyətli çay yığımı olar. Rayonun Bovayn kəndində də fermerlər illərdir bu çətin, lakin gəlirli sahəni yaşadırlar. Kimisi ənənəvi əl əməyinə, kimisi isə müasir texnologiyaya üstünlük verir. Astarada çayçılığın bərpası və inkişafı elmi əsaslarla tənzimlənir. 10 illiklər əvvəl salınan plantasiyalar dövlətin və aqrar mütəxəssislərin diqqəti sayəsində yenidən canlanıb və rayon iqtisadiyyatının sütununa çevrilib. Ötən il plantasiyalardan yığılan yüzlərlə ton yaşıl çay yarpağı emal edilərək süfrələrimizi bəziyib. Fermerlər və aqronomlar bu ilki göstəricilərin ötən ildəkindən daha bol olacağına əminliklə vurğulayırlar. Sahələrdə əsasən yüksək keyfiyyətli qalxeda və hindçin çay sortları becərilir. Ötən il rayonda 725 ton yaşıl çay yarpağı yığılıb və ondan 180 ton hazır məhsul alınıb. Sahələrdən toplanan hər bir yarpaq həm min bir zəhmətin bəhrəsi, həm də ölkəmizin aqrar potensialının növbəti uğurudur.